Mən ümumiyyətlə özümə nəyisə uğur kimi qəbul edə bilmirəm. Mən nə zaman uğurlu və ya uğursuz olduğumu biləcəm, o zaman ki, bu dünyadan köçdüyüm zaman. İndi mən nə dərəcədə uğurluyam, uğursuzam deyə bilmərəm. Çünki uğur mənim üçün həyatı uğurla başa vurmaqdır. Uğurlu sonluq kimindirsə, o uğurlu sayılır. Quranda ayə var, vəl aqibətü lil muttəqin. Xoş aqibət, yaxşı aqibət təqvalılara aiddir. O zaman bəlli olacaq ki, mən uğurluyam ya uğursuz ki, o zaman ki, o sonluğa çata biləcəm. İndi deyə bilmərəm, insanlar nəyisə mənim üçün uğur hesab edə bilər, amma mən o uğur sayılan şeyləri özümə uğur bilmirəm. Hələ adam insan özü barədə də qeyri-müəyyənlikdə olur ki, görəsən axırım nə olacaq? Bu sual hər bir insan özünə verir. Axırda bəlli olacaq ki, kim uğurludur, kim uğursuz. Ona görə də hələ heç nəyi özümə uğur kimi qəbul edə bilmirəm.